Mətbəximizdə hər gün istifadə etdiyimiz, xörəklərimizə qızılı rəng qatan, adi görünən bu ədviyyat, əslində minilliklər boyu həkimlərin, alimlərin və ənənəvi təbabət ustalarının diqqətini çəkən heyrətamiz bir bitkidir. Bəli, söhbət sarıkökdən gedir. Amma bu videoya təsadüfən düşməmisiniz, çünki bugün sizə sarıkök haqqında çox az adamın bildiyi bir sirri açacağıq. Bir tərəfdən sarıkök minlərlə il boyu şəfa mənbəyi kimi istifadə olunub, iltihabı azaldıb, ürəyi qorumuş, beyni gücləndirmişdir. Digər tərəfdən isə, bəli, düz eşitdiniz, müəyyən insanlar üçün bu adi ədviyyat ciddi, hətta təhlükəli fəsadlara səbəb ola bilər. Gizli qanaxma riski, ağır cərrahi fəsadlar, orqan problemlərinin dərinləşməsi, bütün bunlar sarıkökün qaranlıq tərəfidir ki, çox az insan bundan xəbərdardır. Əgər siz və ya sizin ailənizdən, dostlarınızdan biri hər hansı dərman qəbul edir, yaxın vaxtlarda əməliyyat gözləyir, yaxud müəyyən xroniki xəstəliklərdən əziyyət çəkirsə, bu video məhz sizin üçündür. Videonu sona qədər izləməsəniz, çox mühüm bir məlumatı əldən verə bilərsiniz. Ona görə də rahatlanın, çayınızı və ya kafenizi götürün və bizimlə qalın, çünki bugün sağlamlığınıza aid çox dəyərli məlumatlar paylaşacağıq. Gəlin əvvəlcə sarıkökün insan bədəninə göstərdiyi müsbət təsirlərdən ətraflı danışaq, çünki bu bitki əbəs yerə qızılı ədviyyat adlandırılmır. Min illər boyu Hindistan, Çin və Yaxın Şərq təbabətində istifadə olunan bu bitki müasir elmin də diqqətini çəkib və yüzlərlə elmi tədqiqatın mövzusuna çevrilib. 1. Güclü iltihab əleyhinə təsir. Sarıkökün tərkibindəki ən dəyərli maddə kurkumindir. Elmi tədqiqatlar göstərir ki, kurkumin bədəndəki iltihab proseslərini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusilə oynaq ağrıları, artrit və revmatoid xəstəliklər zamanı çox faydalıdır. Bir çox insan gündəlik oynaq ağrılarını yüngülləşdirmək üçün sarıkökü qidalarına əlavə edir və nəticədən çox razı qalır. Xüsusilə yaşlı insanlarda hərəkət zamanı yaranan sərtlik və ağrı hissi sarıkökün mütəmadi istifadəsi ilə əhəmiyyətli dərəcədə azala bilər. Bəzi idmançılar da əzələ ağrılarını azaltmaq və bərpa prosesini sürətləndirmək üçün məşqdən sonra sarıkök qəbul edirlər. 2. Güclü antioksidant xüsusiyyət. Bədənimizdə hər gün milyonlarla sərbəst radikal yaranır və bu maddələr hüceyrələrimizi zədələyərək qocalma prosesini sürətləndirir. Sarıkök isə güclü antioksidant təsirə malikdir. O, bu zərərli molekulları neytrallaşdıraraq hüceyrələrimizi qoruyur. Bu səbəbdən sarıkök dərinin cavan qalmasına, ümumi orqanizmin sağlamlığının qorunmasına kömək edir. Antioksidant təsir eyni zamanda xroniki iltihabla bağlı olan bir çox xəstəliyin, o cümlədən bəzi xərçəng növlərinin, riskinin azalmasına da öz töhfəsini verir. Mütəxəssislər qeyd edir ki, mütəmadi şəkildə az miqdarda sarıkök istifadə etmək uzun müddətli perspektivdə hüceyrə sağlamlığına müsbət təsir göstərə bilər. 3. Ürək-damar sağlamlığına dəstək. Tədqiqatlar göstərir ki, sarıkök qan damarlarının funksiyasını yaxşılaşdırır, damar divarlarının elastikliyini artırır və qan dövranını asanlaşdırır. Bu isə öz növbəsində ürək xəstəlikləri riskini azaltmaqda mühüm rol oynayır. Bəzi elmi araşdırmalarda qeyd olunur ki, sarıkökün mütəmadi istifadəsi pis xolesterin səviyyəsinin azalmasına və damarlarda pi toplanmasının qarşısının alınmasına kömək edə bilər. Bu da öz növbəsində infarkt və insult kimi ağır xəstəliklərin riskinin azalmasına şərait yaradır. 4. Həzm sisteminə faydası. Sarıkök öd kisəsinin fəaliyyətini stimullaşdırır, öd ifrazını artırır. Bu da yağların daha effektiv həzm olunmasına, köp, ağırlıq və digər həzm problemlərinin azalmasına kömək edir. Bir çox insan yeməkdən sonra rahatlıq hiss etmək üçün bir stəkan sarıkök çayı içir. Bundan əlavə, sarıkökün mədə-bağırsaq traktındakı faydalı bakteriyaların balansını tənzimləməyə kömək etdiyi də bildirilir. Bəzi ənənəvi təbabət mənbələrində sarıkök hətta yüngül kök və qazsızlaşdırıcı vasitə kimi də tövsiyə olunur. İndi isə videonun ən vacib hissəsinə keçirik. Sarıkökün gizli təhlükə yaratdığı qruplar barədə ətraflı danışacağıq. Bu məlumat sizin və ya yaxınlarınızın sağlamlığı üçün həyati əhəmiyyət daşıya bilər, ona görə də diqqətlə izləyin. 1. Qan durulaşdırıcı dərman qəbul edənlər. Sarıkök təbii olaraq qanı durulaşdırıcı xüsusiyyətə malikdir. Əgər siz artıq varfarin, aspirin, klopidogrel və ya digər antikoagulyant növlü dərmanlar qəbul edirsinizsə, sarıkök bu təsiri əhəmiyyətli dərəcədə gücləndirə bilər. Nəticədə bədəninizdə gözlənilməz, hətta gizli daxili qanaxma riski kəskin şəkildə artır. Bu qanaxmalar bəzən heç bir zahiri əlamət göstərmədən inkişaf edə bilər, ona görə də çox təhlükəlidir.
Xüsusilə ürək xəstələri, insult keçirmiş insanlar və protez qapaq taxılmış insanlar bu qrupa daxildir və onlar üçün sarı kökün hətta qida əlavəsi şəklində belə istifadəsi ciddi risk yarada bilər. 2. Yaxın vaxtda cərrahi əməliyyat gözləyən insanlar. Həkimlər qəti şəkildə tövsiyə edir ki, planlaşdırılan hər hansı cərrahi əməliyyatdan ən azı 2 həftə əvvəl sarı kökün istifadəsi tamamilə dayandırılsın. Səbəb sadədir. Sarı kökün qanı durulaşdırıcı təsiri əməliyyat zamanı və sonrasında qanaxmanın dayandırılmasını çətinləşdirə bilər. Bu da cərrahın işini əhəmiyyətli dərəcədə çətinləşdirir və bərpa prosesini uzada bilər. Diş həkimliyi əməliyyatları, hətta kiçik dəri əməliyyatları zamanı belə bu qayda əhəmiyyətlidir. Çünki minimal invaziv müdaxilələrdə belə gözlənilməz qanaxma yarana bilər. 3. Öd kisəsində daş olan insanlar. Sarı kök öd ifrazını gücləndirdiyi üçün öd yollarında daş olan insanlarda bu əks nəticə verə bilər. Öd kisəsinin kəskin yığılması ağrılı tutmalara, hətta bəzi hallarda öd yollarının tıxanmasına səbəb ola bilər. Bu səbəbdən öd kisəsi xəstəliyi olanlar sarı kökdən uzaq durmalıdır. Öd yollarının tıxanması ciddi hallarda təcili tibbi müdaxilə tələb edən vəziyyətə çevrilə bilər. Ona görə də bu qrupdan olan insanlar hətta az miqdarda sarı kök istifadəsindən belə çəkinməlidirlər. 4. Dəmir çatışmazlığı və anemiyası olanlar. Tədqiqatlar göstərir ki, sarı kök bədəndə dəmirin mənimsənilməsinə maneə yaradır. Əgər sizdə artıq dəmir çatışmazlığı diaqnozu qoyulubsa, sarı kökün mütəmadi istifadəsi bu vəziyyəti daha da ağırlaşdıra bilər və anemiyanın simptomlarını gücləndirə bilər. Yorğunluq, baş gicəllənməsi, solğunluq kimi əlamətlər yaşayan və eyni zamanda mütəmadi sarı kök istifadə edən insanlar bu əlaqəni nəzərə almalı və həkimləri ilə məsləhətləşməlidirlər. 5. Hamilə və süd verən qadınlar. Yüksək dozada sarı kök istifadəsi hamiləlik zamanı bətn əzələlərinin yığılmasını stimullaşdıra bilər ki, bu da erkən doğuş riski yaradır. Ona görə də həkimlər hamiləlik və laktasiya dövründə sarı kökün yüksək dozalarda istifadəsindən çəkinməyi tövsiyə edir. Adi qida hazırlığında istifadə olunan az miqdar ümumiyyətlə təhlükəsiz sayılsa da terapevtik dozalarda, yəni əlavə və kapsul formasında istifadə hamilə qadınlar üçün mütləq həkim nəzarəti altında olmalıdır. 6. Böyrək daşı olan insanlar. Sarı kökün tərkibində oksalat maddəsi mövcuddur. Bu maddə böyrəklərdə kalsiumla birləşərək daş əmələ gəlməsinə səbəb ola bilər. Əgər böyrək daşına meyilliliyiniz varsa, sarı kökün həddindən artıq istifadəsi bu riski artıra bilər. Xüsusilə kalsium oksalat növlü daş keçirmiş insanlar üçün bu ədviyyatın gündəlik istifadəsi tövsiyə olunmur və belə hallarda alternativ ədviyyatlara üstünlük vermək daha məqsədə uyğundur. Unutmayın ki, təbii olan hər şey həmişə hər kəs üçün təhlükəsiz demək deyil. Hər orqanizm fərqlidir və hər kəs üçün eyni qayda tətbiq oluna bilməz. Əgər bu video sizə faydalı oldusa, like etməyi unutmayın, kanala abunə olun və zəngi basaraq gələcək sağlamlıq videolarımızdan xəbərdar olun. Sağlamlığınız bizim üçün ən dəyərli mövzudur. Növbəti videoda görüşənədək özünüzə yaxşı baxın.